Arı günah günahdır, xeyr. İki adamdan hesab kitabda fərq olacaq qiyamət günü. İki adamın hesab kitabında fərq olacaq. Biri bir günahı 100 dəfə eləyəcək, bir dənə istiğfarla bağışlanacaq, biri bir dəfə eləyəcək, bağışlamayacaq. Onu Allah bilir ki, kimə nə asandır, nə çətindir, hansı mühitdə formalaşır. Bunun hamısına hikmət lazımdır müəyyən eləmək üçün. Hikmət lazımdır bunu təyin eləsin. Bəli, günah günahdır, amma günah var, sən birini eləsən, 100 dənə əzab verəcəklər, günah var, həmin günahı 100-ünü eləsə bir dənə əzab verəcəklər digər. Məsələ çox individualdır, fərqlidir. Bəs nəhyəz münkəri elə, amma qınama. Nəhyəz münkər, yəni pis işdən çəkindirmək. Sən gördün günah eləyir, gücün çatan qədər çəkindir, amma qınama.